Şimdi üzümlüktür. Cənab Prezidentə, Cənab Baş Prokuror, Baş İstintaq İdarəsi müraciətimi edirəm. Qazi, 1-ci qrup qazi Qarabağ 50. Dadaşov Süleyman Əldursun oldu. 2 ay bundan qabaq Səhyan polisinin əlindən kəsdiyim boğazımın bir yeri budur. Damarlarımı Səhyan həkimləri tikdi. Səhyan prokurorunun xəbəri var, ərizə də yazıb vermişəm özümü öldürməyim haqqında. Bu da 3 həftə olar. Kişi hələ açılmıyor bu. Yenə də Səhyan həkimləri tikdi. Baxın. Səhyan polisi əlindən mənə şər atırlar. Demək, cəza veriliblər mənə. Şər atıblar, sübutlarım var, hamısı var. Şər atıblar. Nə onda, mən deyirəm, mənə tanış olmağa bir sənət verin, hüquqşünaslar deyil, tanıdığım hüquqdan başa çıxanlar deyil. Səhyan rayonun baş müstəntiqi və öz mənə üçün ayrılan müstəntiqi. Mən niyə ayrıla bilmirəm, ancaq mən heç də eləməmişəm. Zakaz verilmişəm, mənə üçün ayrılıb. İttiham haqqı nə onda, nə indi heç vaxt mənə vermirlər. Deyirəm, mən nəsə birində bir kağızımı evdə oxuyayım, mənə deyirlər beləsin. Demirəm, mənə deyirlər varaqlarla. Deyirlər, yox, bu dövlət kağızıdır, bunu vermək olmaz. Anamın yanında baş müstəntiq də olmalıdır. Heç bir deyir, ittiham haqqı verilməlidirsə, hüquqşünaslar deyir, bu işdən başı çıxana deyir. Nətər vermir, ola cinayət ki daşır. Bəli, əvvəl mənə cəza verirlər, 8 ay aclıq elədim. 5 dəfə özümü kəsib doğramışam, boynum, qolum. Bu dişi yapışmırdı, damarlarımı açmışdım, doğrayıb düşmüşdüm. Sinəm, qarnım kəsib doğramışam, hamısı qeydiyyat alıb. 8 ay aclıq eləmişam, ağzımı yandanın, zajqalkam, arxada məftillə tikə-tikə. Ağzım çilik eləmişdi, sonra məni tibb məntəqələrində psixi 20 də psixi dərmanla, 15 də aşağısı 10 da yuxu dərmanı ilə saxlayıblar ki, mən bu cəzanı nəyin başına olsa çəkməliyim. İndi də mənə nəsə eləyirlər, deyirəm, ittiham haqqı var, necə bilmişəm, mənə o vermirlər. Özləri yazırlar, özləri pozdururlar, izahatdır, nə bilim, nədir, hamısını ürəklər istəyir mənə qarşıma eləmək, eləyirlər. Cənab prokuror, cənab baş prokuror, cənab prezident, cənab baş İdarəsi. Mənə bezdiriblər, özümü öldürməyə hazırlaşıram, ona görə bunları danışıram, görün nə deyirəm. 2000 bilmirəm 10 neçənci ildir, bu İqtisadi Məhkəməsi, Apellyasiya Məhkəməsinin qərarlarıdır. Bunları oxuyub deyirəm, bəli, Nigar Rəsulbəyov da ki, hakim, Ali Məhkəmənin hakimi. Hamısı sənədlər buradadır. 2000 bilməm 17 neçə idi, 17 harası. Mənə döyüş yoldaşlarım, qazi qardaşlarım deyir ki, Süleyman, biz almadığımız hissədən pul almışıq. Burada iddia zadı var, onları oxuyub deyirəm. Hamısı yadıma düşür bir də oxuyuram. O sənədlər qabağımda. Bir sumkada var, hamısını oxumuşam. Yadımda olanların hamısını danışıram, hamısını oxumuşam. Çünki mən 1-ci qrup Qarabağ 50 psixi dövlət nəzarəti altında müayinələr keçmişəm. Şəxsən Nazirlər Kabinetinin nəzarətində müayinələr keçmişəm. Sənədlər hamısı olardı. Mən də iddia qalıb. Döyüş yoldaşlarım məsləhət gördü, sən də ağına özünə həyat qur. Evimi verməyiblər hələm. Cənab Prezident, Cənab Baş Prokuror. Mən 1-ci qrup psixi qaziyəm. Müharibə əhli, qəhrəmanlıq kağızlarımda var, onları da göstərdim. Şahidlik ifadəsi Nazirlər Kabineti alıb, uşaqlar verirlər. Baxın. Bu mənim əlilliyimi təsdiq edən sənəddir. Şəklini çəkin, oxuyun yaxadan. Mən döyüş yoldaşlarımın
Nazirlər Kabinetinə verdi, araşdırılan hansı bir negri, bir neçə rus zabiti, bir neçə erməni öldürdüyüm mehmani yüksəkliyində olan haqq hesablardır. Döyüş yoldaşlarımın şahidliyi ifadələridir. Bax. Demək, bunlar hamısı niyə görə? Mən heç bir vəkilə hansı problem var, bu problemlərsə mən əminəm ki, gedib hansısa bir vəkilə yaxınlaşım, qorxacaq şey yaxınlaşmağa. Mən düzəm, mən heç bir cinayət eləməmişim. Mənə şər atılıb, mən düzəm. Heç kim, məhkəmələr mənə yükləyir. Hamısının səbəbini bir dəqiqə deyəcəm kimlərdir. Kimin o vaxtdan bəri özümü dəfələrlə kəsib doğramışam. Əziyyətlər çəkmişəm. Mən onları vermədilər. Demək nətər oldu? Mən iddia qaldırdım. Döyüş yoldaşlarım məsləhət gördü. Mən iddia qaldırdım. İddianı özüm savası verə bildim. Elə yazdı. Özüm oturdum yazım. Sən demə vəkil tutmaq lazımdır. Kimsə yazmalıdır. Kəndava yazım. Xahiş edirəm mən 1992-ci ildən almadığım pulu mənə ödənilsin. Sağ olsun, İqtisadi Məhkəmənin hakimi vardı, Müşki müəllim oxudu, yəni dedi ki, düzdür, bu yəni ki, sən müharibə 50-yi yaranıb 90-cı ildə, 92-ci ildə sən yaralanma günündür, onda heç bir 50 təyin olmayıb, belə bir söhbətlər oldu. Cəsə kömək eləyək, qanunla nə ixtiyarımız var eləməyə, hüquqşünas siyasətini yazsın, iddianı təzədən, yəni ki, başlayaq, sənə düzgünlüyə iş var, baxaq da, kömək eləməsi, sənətlərimi oxudu, neçə də erməni, neçə də filan kəs, neçə də filan kəs öldürmüşəm, 2 dəfə qəhrəmancasına yaralamışam, kantuz yalamışam. Və o gəlsin yazdı, bax buradadır, 2014-dən 17-yə kimi müharibə 50-yi ödənilməyi, 2008-dən 2017-yə kimi prezident təqaüdünün ödənilməyi qoyulsun Dövlət Sosial Müdafiə Fondunun üzərindən. Onlar məndən şikayətçi oldu. Apellyasiya Şirvan şəhəri sağ olsun, xeyrimə qərar çıxartdı. Dedi ki, cəmaət vuruşub, yaralanıb, onun haqqıdır, gelmə verin. Özü haqqına bir ki, söhbətlər elədi. Səryan Sosial Müdafiə Fondu həmin o şükranı rüşvətlə çıxardıblar çölə, bilmirəm, çalan pullar yiyib. Əvvəl mən deyirdim o. Ki, belə bir adamlardır mənə şey eləyən, ayağımın altını qazan. Çünki ona pulu verməmişəm, mən pulu verməyə xoşlamam. Mən fiktivini vuruşmamışam, fiktivini əlili çıxartdırmamışam ki, mən kiməsə pul verim. Heç kimə mən pul verməm. Hamı, mən həkimlərimdir, hamısı mənə tanıyır. Haqqına baxırlar, müalicəmi, dərmanımı yazırlar, hamısı. Sağ olsun, psixiyatri həkimim Xatirə xanım. Şoğulsuzda, Allah Məşdağadan mənə buraxmayıblar vaxtıyla. Sonra regional olanda şoğulsuzluğa keçirilmişəm. Dalımcan gəlməyəcəm, mənə buraxmırdılar Məşdağadan. Elə bir xəstəsi olmuşam. İndi də şoğulsuzluğa qeyd etdim, regional olduğuna görə. Həkimlərim hamısı mənə tanıyır. Mənlə mülayiməm. Belə çönəcəm, heç kimi tanımam, elə bir şeylər olur. İddia bu formada dəyişildi. 1992-ci ildən yazdığım səhv iddia qaldı, o ləğv olundu. Yəni, səhvdir, təzə iddia budur. Həmin o 2014-dən 17-yə kimi, 2008-dən 2017-yə kimi prezident təqaüdü müharibə 50 ödənilsin. Qoydu sosial müdafiə üzərinə. Ali məhkəmə Nigar Rəsulbəyova, hakimim Nigar Rəsulbəyova idi. Sənədlər hamısı buradadır, oxuyuram, hamısının adını yazıda salmışam, deyirəm. Nigar Rəsulbəyova ləğv elədi. Ürəyim partlayırdı, həyat qurmaq istəyirdim, ev işi olmaq istəyirdim. Deyirdim, 5 manat pul mənə də verirlər, mən də nəsə edim. Heç saat ləğv elədilər, düşmənimin əyi ilə. Düşmənin öz qohumun, öbürüsü, araşdırma aparsız, hamısının yerinə çatacaq. Allahın kiminə əminəm belə bir şeylər oldu. Məsəl üçün, ləğv elədilər
Apellyasiya İqtisadi Məhkəməsinin qərarı mənim xeyrimə olan qərarı heç zad mənə bilmədilər. Ürəyim partlayırdı. Başladım tələb eləməyə, canlı danışmağa, Nigar Rəsvaya belə, obusu belə. Mənə beləncə şərlər atırlar. Hələdir. Və belə şərlər atırlar. Yol gedə bilməm. Mən adi 1973 təvəlliyəm. Adıma bilməm 3 otaqlı, 2 otaqlı evim var. Sadəcə Bakıdan istəyirəm, Səryandan dedilər, plasmasadır. Mənə imkan vermirlər o ev alım. Mənə haçan ev verəcəklər, cənab prokuror, cənab prezident. Baba, hamısı bu məhkəmələrin, hakimlərin, bu haqsız yerə yetimlərin üstünə gəlib beləncə olan çörəyin əllərindən alanların əli ilə olur hamısı. Əli ilə olur hamısı. Mən gelib tələb eləmişim, mən nəsə polislər tərəfindən, kimlər tərəfindən qurma qurarlar. Əsəbiliyimdən psixi xəstəliyimdən istifadə edər. Özümdən çıxanda heç kimi tanımam. Heç kimi tanımadan özümü kəsib doyuram. Bədənim cırıq-cırıqdır. Sinəm, qollarım, boğazım. Səryan polisi tərəfindən 2 dəfə şər atılıb mənə. Şərləri də sübut edirəm. Demək, məhkəmə şəri atırlar, həmin məhkəmədə birbaşa, ali məhkəmənin hakiminin olan əli ilə birbaşa mən cinayət eləməmişəm. Cinayəti yükləyirlər, həqiqəti güya mən bunu eləmişəm, güya eləmişəm, iməyə cəza verirlər. Axırıncı dəfə tibb məntəqələrdə mən psixi dərmanla, 20 də psixi dərmanla, 10 dənə aşağısı 15 də yuxu dərmanı ilə saxlayıblar. 5 dəfə harasa özümü kəsib doğramışam, gəlib o qeydiyyatı da alıblar. İtiriblərsə yalan deyirlər, kəsib doğramışam, qolumdan tutmuş boğazıma kimi. Ağzımı tikmişəm, harasa bilməm, acıdığımı, 8 ay acıdıq eləmişəm. Acıdıqlarımı qeydiyyata almaq istəmirlər, ona görə ağzımı tikirdim. Ağzım neçə titik edib, dəmir. Zajqarkanın arxasında burjun kimi dəmir var, onun ikisi ilə tikmək olur. Möhkəm şeydir o, boza əzir adamı, ancaq məcbur heç zət vermirlər adama, ona görə məcbursan ona tikəcək. Belə şərri atırlar mənə. Özümü öldürməyə hazırlaşıyorum. Cənab prezident, cənab baş prokuror, cənab baş istinaq idarəsi, Səryan rayon prokuroruna mən elə bir izah vermişəm. Mənə bezdiriblər ki, mən özümü öldürmək istəyirəm. Sizdə məlumatlandıran biləsiniz. Son vaxtlarımı yaşayıram. Mən axırıncı dəfə haqqımı tələb edəcəm. Mənə ittiham vaxtı vermədən özləri necə istəyir, nə istəyir, o şəhərdə mənə atırlar. Oturmuşam sakit, heç kimi istəyirəm, mənim heç kimi heç bir işim yoxdur. Bir balazı kiminəsə spoilim, kimsə mənə qızıqla hissənim, hazıram, cənab prezident, cənab, hazıram, dərhal. Oraya yağmayırlar. İttiham vaxtı şərəfsiz olaraq mənə verirlərsə, istəyirəm mənə deyirlər, hüquqşünas başı çıxan, deyim o deyir ki, belə bir kağız verməlidir. Deyəm, müəllim, anamın yanında hərdə, bəs mənə o kağızı gətirmişsiniz, mənə haqqımda yazmışsınız və onunla mənə də verin. Deyir, yox, dövlətin kağızı bunu sənə vermək olmaz, sənə heç zad vermək olmaz. Niyə görə? Mənə cinayət açırlar, mənə heç zad vermirlər, tanış olun, nə veriblər mənə, halay var. Bir dəfə cəzalar verir, 8 ay aclıq eləmişəm. Cənab prezident, almışsınızla baxdınız, tibb məntəqəsində mən psixi dərmanın altında heç bilmiyorum hala çıxıram. O formadan mənə azadlığa baxırlar. Psixi dərmanın altında 8 ay aclıq eləmişəm, 5 dəfə özümü kəsib doğramışam. 5-6 dəfə mən 7 dəfə ağzımı tikmişəm. Bu əziyyətləri verirlər mənə. Başda oturan Ali Məhkəmə hakimidir. Ali Məhkəmə hakiminin adamlarıdır. Mənə bu quruma quranlar. Qalıq pulumu almaq istəyirdim, özümə həyat qurmaq istəyirdim. Məni elə vəziyyətə salıblar ki, mən öz evimi cənab prezident, sizə neçə dəfə məktublar yazmışam. Ceyhun müəllim hüquqşünas bilir prezident aparatında, Nazirlər Kabinetində hər yerə yazmışam. Xahiş edirəm, mənə Bakı şəhərinə evimi verirsiniz. Mən də özümə nəsə yardım, 73 təvəlliyəm, qəhrəmancasına bölüşmüşəm. Döyüş yoldaşlarıma şahidlik ifadəsini göstərdimsə, oxuyun. Neçə Rus, neçə erməni bir deyə qara millətini öldürmüşəm. Mehman Hüseyin'də ən təşvişə vəziyyətdən çıxartmışam. Döyüş yoldaşlarım, qardaşlarım hamısı qazi, döyüşçülərdir, hamısı Bayeva uşaqlar olub. Elpərəstin dəstəsi olmuşuz, Şəmkirci, Qarakəmər ustası. Sonra nadir olub bizim komandir Elpərəst sınırlarında şəhid olandan sonra 50 neçə nəfər düşməni öldürəndən sonra heç bir mən fəxri adı vermirlər.
Hələn bizə mənə şər atırlar, belə bir şeylər hamısı şərdir, sübut edə bilərəm. Məsəl üçün, burada mənə verirlər cəza. Həsənov Teymur Təvəkküloğlu'nun marketində olur. O mənə hissəndirib, o mənə siqaret satıb, 3 dəfə xəbərdar eləmişəm. Çölə çıxana yaxın başımın çölün bir axırında deyəndə polkan şüşəsinin yumruğuna sındırmışam. Bu həmin anı telefona çəkib, mən onu söyürəm hansı ki, onun içində cəlb ediblər. Necə siqareti alıram, qapıdan çölə çıxan kimi, axırıncı polkanın yanına kimi ranında hissəndim, 3 dəfə xəbərdar eləmişəm. Həmin anı telefona çəkiblər. Məni psixiyassə ola, cəza veriblər, əziyyət verdilər, özümə kəsib doğratdırdılar, 8 ay aclıq elətdiriblər. Mənim sübutum var, içəridə 4 dəqiqə kamera çəkir. Həmən telefonu çəkilən an, həm sənin kamerasına çəkilir, həm də telefonu çəkilir. Qalan necə siqaret alırlar, necə bu mənə hissəndirir, 3 dəfə xəbər verirəm, o anları yoxdur, kəsib atıblar. Göz qabağında, balaca uşaq baxır, deyir, əmi kəsib atıblar, bu yoxdur, belə, sən beləcə. Çöldən də 2 dəqiqə kamera çəkir, içəri necə daxil olurlar, belə şəhərlər atıblar mənə, 8 aclıq ediblər, özümə kəsib doğratdırıblar. Canım qalmayıb, bu dəfə nəsə eləsəm öləcəm, ona görə bilirəm ki, özümə öldürəcəm, son söhbətimi edirəm, son açıqlamalı edirəm. Nədir burada, başrolda mənə bu əziyyətləri verdirəm. Heç bir hüquq mənə tərəfdə deyil. Çünki ali məhkəmənin hakimi burada başrolda gedir, o zakaz verir mənə. Polislər belirir, oğuzlar belirir, məhkəmələr dərhal mənə səhv çıxardılar. Özləri də hüququ yaza bilirlər, elə yazılır ki, mən də olarmışam. Bir də spiska sübün buradan qaldırıb bura qoymamışam. Mənə elə şeylər yaradıblar ki, balaca bir də tozdan, bula beləsində bir şeylər eləyirlər mənə qarşı. Mən bezmişəm həyatım o şey, həqiqətən beləcəkdir. Mənə şər atırlar, özümə ittiham aktı vermirlər. Hüquqşünaslar deyir ki, belə bir kağız vermirlər sənə. Sən tanış olmalısan, gəlirsən hüququ tələb eləməksin, gəlməlisən, məsələn, hüquqşünas vəkil yanından. İttiham aktı məndə olsa da, vəkillər işə baxan kimi, elə bir ki, baxırlar, mənə tanıyandan sonra, yuxarıdan nə deyirlərsə, nə demirlərsə, qorxurlar, qaçırlar. Deyirlər ki, özə deyib, ali məhkəmə sənə, qaqa, burada beləncini, hamısı dedi, hamısı hüquqşünası, birinci hamısı mı dedi, burada 92-ci ildə bu spiska çöpünü atırlar, sənin özə şəxs qəzi söhbəti olar da, nə ola bilər ki, ləğv ediblər, sənə o pulu almağı qoymayıblar. Ancaq İqtisadi Məhkəməsinin qərarı o olmayıb. İkinci təzə yalnız yazılan iddia ilə olub, düzgün iddia. Bu səhvlərin birilə ali məhkəmə gedir. Mən belə şeylər edirəm, əvvəldən 2017-dəndir, bilməm neçədəndir, mən zülümlər çəkirəm, qanlar tökürəm, qanlar qusuram. Evimi ala bilmirəm, istəyirəm Cənab Prezident Bakı şəhərindən mən də evimi alım, 73 təvəlliyəm, məni bu vəziyyətdə saxlayırlar. Bu zalda yaşayıram, kvadrat kimi ana yurdun deyəm. Zal ortadan 8 yerdən harasa parça-parçadır. Baba, parça-parçadır. Baba, oradan görsədir, baba baxın. Tin görkənidir, ortadan evlə divar ayrılıb. Bu parçalarda görürsünüz, baba baxın. Burada yaşayıram, evimi vermirlər. Qəhrəmancasına Qarabağ döyüşlərini döyüşmüşəm. Döyüş yoldaşlarımla, hamısı qəhrəman uşaqlı oldu, hamısı yaxşı qardaşlar olub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirlərin uğruna da olsun. Allah olan yaxınına səbir versin. Allah cəmi qazilərimizə şəfa versin, veteranlarımıza can sağlığı. Cənab Prezident, sözümü dedim. Hamısı səbəbi bunlardır. Heç bir hüquqşünas, heç bir vəkil, heç bir kimsə mənə yaxınlaşır. Bilənlər ki, işi kim eləyib beləsinə, məsələn, ali məhkəmənin hakimi filan kəs, o filan kəsdir. Dərhal qorxurlar, qaçırlar, çəkilirlər. Elə qorxurlar ki, mən dəhşətə gəlirəm. Özümə də bu əziyyətləri verirlər. Heç bir ittiham aktı vermirlər. Orada özləri otururlar, şəhərə atırlar, düzürlər, qoşurlar, yazırlar, gəlirlər, mən evdən oğrayırlar. 2 dəfə sərləyən pozisiya, 2 ay bundan qabaq, düz anamın yanında evdə. Məni vurub, qatlayıb, aparıblar, əziyyət veriblər, qol çəkdirməyə məcbur elə. Bir çoma kağız gətirməyə, qol çəkdirmək istəyirlər. 3 dəqiq kağıza mənə çağırmaya, qol çəkdiriblər. Gəlmişəm, WhatsApp-ı oxuyarsan, tələsüyü, hərəmiz ölçümüz var.
Evdən götürmüşük, anva söz vermişik, saat 5-də qayıdacaqsan. Buna qoysa, buna söz olmasa bu işdən nə qoy çəkdilər. Gözümün qabında atdılar WhatsApp-a. Gəldim evdə telefonumu açdım, gördüm WhatsApp-da yoxdur. Götürdüm, boğazımı kəsdim, qan fışqırtdı, bura bölündü, qaldım. Təcili yardım apardı Səryana. Səryan həkimləri bilir, maraqlana bilərsiniz. Bunun dərinliyini də yazıblar, damarlarımı da sərdən tikiblər. Həmən gün öləcəkdim, tikməsədilər. 3 həftədir, bilmirəm, 4 həftədir, 4 həftəyə yaxındır, bilməm nədir. Yenə də evimin içindən basqın edilər, mənə qatladılar qolumu, qıçımı. Qolumu, qıçımı qatlamamış, boğazımı buradan kəsdim. Tikişlər hələ açılmayıb. Apardılar mənə Məşdağıya. Həkim zat hamısı mənə Məşdağı həkimləri tanıyır. Lap əvvəl alladıblar, anlamlı yazıblar. Cəmaatı, psixiyatri həkimi hamısını alladıblar. Səryan psixiyatri şöbəsinə arayış göndərməyiblər. Mənə cəza verdirdilər. Hansı ki o cəza vermək onlarsın cinayətdir. Yalan ifadə. Həsənov Teymur Təvəkküloğlu marketdə yazır, yalandan ifadələr yazır. Əlimdə bıçaq olmaz, həmən əlimdə bıçaq olmayıb. O deyil marketdə olmamışam, ancaq sigareti şəxsən ondan almışam. O 3 dəfə mənə əsəbləşdirib, özümdən çıxmır, onu 3 dəfə xəbərdar eləmişəm. Çölə çıxana yaxın, çölə ağzındakı, qapının ağzındakı polkanın şişəsini yumruğuna sındırmışam. Bunu söyləyirəm beləsi, başım çönür. Bu həmin anı telefona çəkir, onu istinaqa cəlb edirlər. Mənə tuturlar, mənə əziyyət verirlər, 8 ay aclıq. Başımı kəsirəm, boğazımı kəsirəm, qollarımı kəsirəm, sinəmi kəsirəm, doğrayıram, 8 ay aclıq edirəm. Aclığımı 2 ay, 3 aya yaxının qeydiyyata almırlar, ağzımı tikirəm, ağzım çirk edir, zacqarkan salınır, dəlinir var, su burcun kimi arxasına. Onu sındırıb çıxarsam, düzəlsə onunla tikmişəm, heç bir imkan yoxdur tikməyə. Onunla tikmişəm. Sinamı sizin mənə bıraxdılar, tibb məntəqələrdə mənə saxlayırlar. 20 də psixi dərmanla, 10 da 15 də yuxu dərmanla, yəni ki, sən bu verdiyimiz cəza burada qalmalısan. O formada mənə məcbur saxlayıblar. Mənə əziyyətlər veriblər, beləsinə. Bədənimdə sağlamaq saatım yoxdur. Orqanizmim bir dəqiqə yaman gündədir. Gecə gündüz belə şey kimiyəm, ağlayıram. Xahiş edirəm, işimə baxılsın, mən qalıq pullarını verirsin, mən evim Bakı şəhərindən verirsin. 73 təvəlliyəm, mən insaf olsun gələk adamlarda. Yəni ki, bu hüquqşünaslığı, hakimiyyətdə işləyən bəzi məmurlar, hakimlər, mən 73-əm, mənə təhərətli evimi verməyiblər, qəhrəmancasan bölüşürəm. Döyüş yoldaşlarımın şahidi ifadələri də var orada, oxuya bilirsiniz, onlara fakt müəyyənləmişəm. Fakt müəyyənləmişəm. Mən subutlarım da var, mənə şər atırlar. Yenə də subutum var, hər şeyim var. Elə bilsən, heç kimsən, sənin hamı ayağının altını qazır, yuxarıdan, oradan, buradan. Mən özümü öldürməyə hazırlaşam, cənab prezident. Xahiş edirəm, haqq ədalət öz yerini tapsın. Mən qalıq pullarını versin, özümə nəsə qurub yaşamağa. Bakı şəhərindən evimi istəyirəm. Səlyanın plasmasından deyirlər, 2 otaqda bilməm, 3 otaq ev var. Amma hasar əllərində cıngırladılar, o mənə vermirlər. Niyə görə? Çünki zakaz verilmişəm. Mənə bu əziyyət verilməlidir. Mən gəl özümü öldürməliyəm, bunlar yazmalıdır ki, psixiydi, dəliydi, başqa belə şeylər çox yazırlar. Məhəsin bunu eləmək istəyirlər. Mən canlı danışam, bilirsiniz, bütün kağızlar hamısı sənətim bunlardadır. Nigar Rəsbayeva qərarına kimi, adına familiyasının kimi, İqtisadi Məhkəməsinin apellyasiya qərarına kimi, hamısı oğlanın səhv olduğunu bütün hüquqşünaslardan sonra maraqlamışam. Hətta Nazirlər Kabinetində hüquqşünas Anar müəllim də mənə oxusaydı. Öyle oxudum dedim. Və sən burada belə şeysə düzsən bura. Hətta o da nə deyib, Bakı şəhərində, Səryanda nə qədər hüquqşünas vəkil var. Hamısına demişim, deyir, bu da onların səhvi, səhv buraxıblar səhvə qarşı. Ancaq bir dəfə qorxub çəkilirlər hamısı. Qorxurlar. Məhkəmə deyək, baxır beləsə, başqa şər atıb aparırlar. Tanıyırlar mənəm. Ali məhkəmə belə gedən mənəm. Dərhal mənə yükləyirlər. Dərhal yükləyirlər. Xəssiyəm, xəssə deyirəm, dəxli yoxdur olasın. Xahiş edirəm, danışdığım hamısı düzdür. Mən şərəfsiz olaram, düzdürəmsə, mənə şərləri atanlar da şərəfsiz olar. Mənə bu əziyyəti verənlər də şərəfsiz olar. Məni özümə kəsdirib, doğratdıranlar da şərəfsiz olar. Məndən əl çəkmirlər, mən yaşayış qurub sadəcə yaşamaq istəyirəm. Bakı şəhərindən evimi istəyirəm, qalıq pulumu istəyirəm, almağım istəyirəm. Xahiş edirəm, mənə köməkli göstərirsiniz. Əks halda mən tez bir zamanda özümü öldürməyə hazırlaşıram.
Çox sağ olun. Qazi Dadaşov Süleyman Əldursunoğlu, Səlyan rayon Qarazadə qəsəbəsindən. Telefon nömrəm 051 051 051 051 051 585 15 41 051 585 15 41 telefon nömrəmdir. Çox sağ olun.